Salam, qəbula təkrar düşə biləcək sualların 9-cu hissəsinin izahı ilə davam edirik. Artıq demək olar ki, 10-cu hissəni də sabah bitirmiş olacağıq və biz gündə az sual işləməklə 25 vurulsun 10, 250 sualı, düz 250 qəbul sualını yekunlaşdırmış olacağıq. Deməli, başlayırıq bu səfər yenə ən birinci məntiqdən 15 sualdan, sonra davamında isə 10 dənə informatika sualının izahından. Deməli, belə bir fiqurların birləşdirilməsidir. Təbii ki, siz bunda problem yaşayırsınız, məlum məsələdir. Biz indi başlamalıyıq bunları yaxşı bir şəkildə birləşdirməyə. İndi məsələn, bir dənə buradan bir qələm götürüm. Ondan sonra rahat bir şəkildə yazaq. Deməli, burada başlamış olsaq, deyək ki, hər hansısa bir fiquru götürəm bu fiqurdan. Bu fiquru görən kimi tez bunun bu əyri olan hissəsinə baxıram. İndi baxın, görün bu əyri hissə variantlardan hansında ola bilər? Hansına uyğun gələ bilər? Hər halda Y-yə olmaz, düzdür. Ona görə Y-dən qaçıram. Har ola bilər, məsəl üçün olar, deyək ki, bura. Və yaxud da yuxarıdakı. Yəni, fırlanıb hansısa bir qayda ilə ora birləşə bilər deyə hansısa bir şəkildə düşünürəm. Sonra eyni şəkildə S-yə baxın, görürsünüz bu hissə. Ora birləşə bilər deyə düşünürəm, amma diqqətlə baxanda sanki bizim bu S variantının xətti daha uzun formadadır, düzdür. Görə bilmirsinizsə, lap yaxşı. D-yə gəldim. Görürsünüz, D-yə baxın. Yenə bu hissələr sanki bir-birinə uyğunluq təşkil edir. Uzun sözün qısası nə etməliyik? Götürüb bunu hansısa bir qayda ilə yerləşdirib baxmalıyıq ümumi vəziyyətimizə. Düşünürəm ki, elə bu birinci fiqurla, burada dayanan birinci fiqurla, bu fiquru, görürsünüz, bu ikinci fiqur olsun. Elə bel hissələrini bir-birinə, bunları bir-birinə bu hissələrdən birləşdirmiş olsaq, elə aşağını rahat-rahat əmələ gətirər D variantında. Götürdüm. Baxın, ayırıram belə. Bura 1-dir, burada olsun 2. Yəni, rahat bir şəkildə aşağını əmələ gətirirlər. İndi başqa hissədə, məsəl üçün S-də bunu yoxlamağa çalışsaq, deyək ki, S-də elədik. Fikir verin, bunun ölçüsü ilə bunun ölçüsü bir-birindən fərqlənir. Ölçüsü nə qədər demişik ki, hamısı bir-birindən parçalanan, ayrılan fiqurlardır bunlar. Oldu. Ona görə S variantını düşünmürəm, üzərində qalmıram. Sonra indi D variantını davamını düzəltmək istəyirəmsə, buradakı bu 3 nömrəli fiquru azca 45 dərəcə təqribən fırlatsa sola doğru gəlib bu qəşək-qəşək yuxarını ötmüş olacaq. Bu oldu bizdə 3 nömrəli fiqur. İndi deyə bilərsiniz ki, bu daha böyükdür. Xeyr, daha böyük deyil. Sadəcə olaraq mən burada qırmızı xətti biraz yuxarıdan bunu da çəkəndə bu xəttin özündə qalınlığı varsa, onu artıq burada işarələdiyim 3 nömrəli fiquru biraz daha balaca göstərir. Amma elə birə-bir bu şəkil buradakı ilə eynidir əslində. Oldu. İndi 3 nömrəli fiquru bura yerləşdirəndən sonra bu balaca yerə nə edərəm bəs? 4 nömrəli fiquru götürərik. Görürsünüz, bu fiquru götürərik, fırladarıq biraz da sağa doğru. Ondan sonra rahat bir şəkildə o da gəlib, oturar bu hissədə. Yəni, doğru cavab nə olmalıdır? Olmalıdır D variantı. Amma digərlərini nə qədər eləsək də boşluqları qalacaq, problemlər yaranacaq, heç bir şəkildə birləşdirə bilməyəcəksiniz. Bu mövzunu da artıq demək olar ki, keçmiş olacaq. Həmin o sualları artıq siz Word proqramında da yığılmış bir vəziyyətdə görəcəksiniz deyə və yaxud da daha xırda-xırda işlənmiş bir vəziyyətdə görəcəksiniz deyə həmin vaxtı tam rahat qaydasına qoymuş olacaqsınız. Bir də artıq digər variantları yoxlamıram. Deməli, doğru cavab olmalıydı bizdə D variantı. Keçirik indi növbəti sual hissəsinə. Birinci sualı bildik. Oldu D. Düşdü ikinci sual. İndi ikinci sualda qələmimi yenə götürməliyəm. İkinci sualda. İndi biz normalda bölmə əməliyyatını həyata keçirəndə necə olur? Hesab əməllərindən bilirik ki, buradakı bu birinci rəqəmi vururuq bura, yazırıq bu hissədə. Ondan sonra alt-alta çıxırıq bunları. Bir-birindən alt-alta çıxandan sonra danışa da bilmədim. Görürsünüz, 5S qalıq. Bu A da düşüb aşağıya. İndi bu 5S A-nın içərisində, silə bilmədim. 5S A-nın içərisində. Görürsünüz, buradakı bu ədədimiz neçə dəfədir? Buraları silmə əvvəlcə S dəfədir. Yəni, S-ni vurub S6B-yə yazıb bu hissəyə. Və bir-birindən də çıxandan sonra nə alınıb? Qalıq 0. İndi bir də təkrar edirəm, sizin bütün beyniniz qarışdı böyük ehtimal ki. Özünüzdən hər hansısa bir ədəd filanda fikirləşib bir kənarda bölüb yavaş-yavaş yoxlaya bilərsiniz. Axırda ədəd formasında da hamısı açığa çıxandan sonra yazacağım.
oradan daha yaxşı bir şəkildə bilmiş olacaqsınız. İndi deməli, yenə təkrarlayıram. Biz normalda yadda saxlayın ki, qayda kimi birinci rəqəmi bölənə vurub hər zaman buraya yazırıq. İkinci rəqəmi, görürsünüz bu ikinci rəqəmi bura vurub həmişə bura yazırıq. Və qayda kimi də yadda saxlaya bilərsiniz ki, birinci rəqəm bölənə vurulanda həmişə birinci xəttin yuxarısına yazılır. Sadəcə boş qoyub ki, biz tapamayaq. Oldu? İkinci rəqəm bölənə vurulanda həmişə ikinci xəttin düz yuxarısına yazılır. Deməli, S-ni S6-B'yə vuranda 5C-A alınır. Oldu? İndi əgər davamında burada hər hansısa bir üçüncü rəqəm olsaydı, məsələn, deyək ki, F, onda artıq burada bir dənə də xətt çəkiləcəkdi. F-i S6-B'yə vuranda nə alınırsa buraya yazılacaqdı. Oldu? Axırda da yenə qalıq burada, məsəl üçün 0 və yaxud da 10, 20, 30 nə qalırsa. Oldu? Bununla bağlı məlumatımız oldu. İndi əsas odur bilirik ki, 3-ü bura vuranda nə alınırsa bu bizə verilməyib. Bundan istifadə edə bilmədim. Amma S-ni C6-B'yə vuranda nə dedik? Dedik ki, ikinci rəqəmi bölənə vuranda düz ikinci xəttin yuxarısına yazılmalıdır. S-ni C6-B'yə vuranda 5C-A alınır. İndi yazıram bir kənardan. S-ni C6-B'yə vururuq. Nə alınır? 500 neçəsə. Görürsünüz, buna 5C-A kimi baxmayın. Çalışın düşünün ki, bu 500 neçəsədir. 500 neçəsədirsə bu, S-nin yerinə biz ancaq və ancaq nə yaza bilərik? Düşünün. S-nin yerinə hər halda 0 yazmaq olmaz, 0-dan başlasaq. 0-dan başlayan 3 rəqəmli ədəd olmur. Həm 0-a vursaq hər şey 0-a gedər. Düzdür? S-nin yerinə 1 yaza bilmərik. Çünki 1-i 160 neçəyə vuranda 160 neçəs eləyər, elə 500 neçəs alınmaz. Olmadı. Amma S-nin yerinə 2 yazsaq düz olacaq. Bəs niyə 2-dən yuxarı rəqəm olmasın? Çünki 3 yazsaq, 3-ü biz 360-a falan vuranda gedib elə bu çıxacaq 1000-yə, 1080-ə falan. Düzdür? Ona görə deməli 3 olmaz, yalnız və yalnız S-nin yerinə nə yaza bilərik? Yaza bilərik 2. Gör, S-nin 2 olduğunu rahat-rahat tapmış olduq. Həqiqətən də, məsəl üçün, baxın, 260 neçənisə biz 2-yə vuranda, vurmadı bura, vuranda, gör, 520 neçəsə alırıq. İndi B-nin yerinə nə yaza bilərik? Onu düşünməliyik. İndi əgər biz B-nin yerinə götürüb 1 yazsaq, 1-i 2-yə vuranda A da 2 eləyəcək. Amma biz artıq S-yə 2 demişik axı. Ona görə düşünürük ki, B-nin yerinə 1 yazmarıq. Sonra, buranı silim əgər. Aha. Bundan sonra B-nin yerinə 2 yaza bilmərik. S 2-dir, düzdür. Amma B-nin yerinə 3 yazarıq. Düzdür. Onda nə olar? 3 dəfə 2, A olar 6. Bu ola bilər. Həm də burada da göstərib də bizə A nəyə bərabərdir? 2 vurulsun B-yə bərabərdir. Buradan da yoxlaya bilərsiniz istəsəz. B-nin yerinə 3 yaza bilərik. 3 olanda A6 olur. İndi bilmirik axı, bəlkə B 4-dür. 4-ü 2-yə vuranda A 8 olur. Bəs B-yə götürüb 5 yazmaq olar? Olmaz. Nəyə görə? Çünki B-yə 5 yazsaq A 10 olacaq. Amma buradakı A-dır, B-dir. Bunlar hamısı rəqəmlərdir axı. 2 rəqəmli ədədlər deyirlər. Dənədirlər, rəqəmdirlər. Oldu? Ona görə deməli bizim 2 cür şansımız var. 2 cür ehtimalımız var. Düzdür? Biri 8 ilə 4, digəri 6 ilə 3. İkisindən biridir yəni. İndi bunun hansı olduğunu yoxlamağımız üçün təbii ki, təzədən qayıtmalıyıq bu hissəyə, yerini yazmalıyıq. İndi baxın, sadəcə olaraq yazıram. Deyək ki, birinci 6 ilə 3-ü yoxlayıram. B olsun 3, A 6. Harada B 3 görürəmsə, B görürəmsə 3 yazıram. Harada A görürəmsə 6 yazıram. 6. S-ləri də buradan 100% tapmışıq ki, S 100% 2-dir. S-ləri də yazdıq 2. İndi baxaq görək. Buradakı 32-ni 263-ə vuranda gəlib həqiqətən 6336 eləyir, yoxsa yox? İndi aşağıdan vuracam. İstəsəz lap bölmə kimi də yoxlaya bilərsiniz. Bu hissədən də yoxlaya bilərsiniz. 633-ün içərisində 263 3 dəfə deyə baxın görün. 3 elə 260-a vuranda gelib 840-a falan çıxır. Düzdür? 840 neçəsən məsəl üçün. Daha doğrusu 800 neçədir? 600, 780 neçəsən məsəl üçün. 800-ə getmir. 700 silim buranı əvvəlcə. Görürsünüz 3-ü 263-ə vuran lap vuraq yavaş-yavaş. 3 dəfə 3 9, daha bura qədər gəlmişik. 3 dəfə 6 18. 8 yazdıq 1 yadda, 3 dəfə 2 6, 1 də yadda 7. Baxın 633-dən 789-u çıxmaq olur, yox. Mənfi alınır da, düzdür?
Buradan elə bilirik ki, 6 ilə 3 yazmaqla biz götürüb səhv eləmişik. Görürsünüz, iki cür şansımız var idi. Biri getdi. 6 ilə 3 olmaz. Gördük ki, alınmaz. İndi A-ya 8 yazırıq hər yerdə. B-yə 4. Qutardı. Heç yoxlamağınıza ehtiyac yoxdur. Onsuz da iki cür şansımız var idi. A-ya 8, B-yə 4. Sayılar da onsuz da 2 idi. İndi yoxlayın, hər şey qaydasında olacaq. Baxın, 844-ün içində 264 3 dəfə. 3 dəfə 4, 12. 2 yazdıq, 1 yadda. 3 dəfə 6, 18, 1 də yadda, 19. 9 yazdıq, 1 yadda. 3 dəfə 2, 6, 1 də yadda, 7. İndi 844-dən 792-ni çıxmalıyıq. Çıxanda 4-dən 2-ni çıxıb, görürsünüz yazıb bu hissəyə 2. Sonra bu 4-dən 9 çıxmaq olmur. Düzdür? 8-dən 1-in verib. 14-dən 9 çıxanda olub 5. Və burada 7 qalıb deyə 7-dən 7 çıxanda 0 eləyir. Bir də onu yazmayıb. Görürsünüz 52 qalıq qaldı. Yuxarıdakı 8 də düşdü aşağıya. 528 ədədi alındı. İndi 528-in içərisində 264 neçə dəfə olub? 2 dəfə. 2 dəfə 4, 8, 2 dəfə 6, 12, 2 yazdıq, 1 yadda, 2 dəfə 2, 4, 1 də yadda, 5. Qutardı, getdi. Yəni bildik ki, hər şey qaydasındadır. A 8-dir. Yazıram bura. B 4-dür. C-də neçədir? 2-dir. 8 dəfə 4, 32, 2-yə də vuranda oldu 64. Qutardı, getdi. Bunu bildik, keçə bilərik indi növbəti suala. Çalışın siz bir dəfə də təkrar baxın, çünki mən bu qədər şey yazıram deyə buralara. Yəni nə qədər yazı doldururam deyə beyniniz biraz qarışır. Oldu? A variantı olaraq cavabı bildik. Əvvəlcə bu yazılarımızı da ləğv eləyək, sonra keçək ki, o birisində problem olmasın. Gəldik 3-cü suala. 3-cü sual şəkil sualdır. Elə məncə problem yaratmaz deyə sizə biraz sürətli deyəcəm. Bu şəkillə bu şəklə ardıcılıq kimi baxanda şəkil ardıcılığı mövzusundandır. Fərqli olan şey nəyi görürük? Bu hissələrini. Düzdür? Baxın, bu hissələri sanki neyniyib? Açılıb. Düzdür? Gül kimi. Yəni gülə oxşamasa düzdür. Yəni gəlib bu formada, fiqur formasında bu vəziyyətdə açılıblar bunlar. Görürsünüz, əvvəlcə həmin bu bir-birinə çarpaz olan bu künclər, yəni sol çarpaz deyək ki, bu formada açıldı. İndi davamına baxmış olsaq, indi bu səfər bu şəkildən növbəti şəklə keçəndə görürsünüz, həmin hissələr dəyişməyib, olduğu kimidir. Bu səfər artıq sağdakı bu bağlı kvadratlar açıldı. Görürsünüz, biri belə, biri belə oldu. Düzdür? İndi davamında buradakı şəkildən növbəti şəklə keçəndə fikir verin, yenə növbə hardadır? Bu iki çarpazdadır da, düzdür? Yenə bunlar dəyişdi. Fikir verin, pləkan vəziyyətini aldı bu formada. Düzdür? İndi davamında növbə hardadır? Digər çarpazda. İndi bu səfər bunlar dəyişməlidir. İndi baxaq görək. İndi bu səfər bunlar dəyişsə, belə bir pləkan vəziyyətində gəlib dayansa, variant hardadırsa onu da cavab götürəcəyik. İndi bura dəyişməli deyil ki, düzdür? Variantlarda əgər bunların dəyişdiyi hissə varsa, tez neynəyəcəyik? O variantı atacağıq, gedəcək. Oldu? İndi biraz daha sistemli baxmağınız üçün neynəyə bilərsiniz? Elə bir küncə baxaraq hərəkət eləsəz. Baxın, əvvəlcə baxdıq bura, gördük ki, nə oldu? Dəyişdi. Düzdür? Sonra fikir verin, olduğu kimi qaldı. Təzdən yenə dəyişdi. İndi nə olmalıdır bu künc? Olduğu kimi qalmalıdır. Bu səfər sistemli yazaq biraz. İndi olduğu kimi qalmalı deyirəm. C variantına baxın, olduğu kimi qalmayıb. Düzdür? Aləm dəyib bir-birinə. O görə C-ni atdıq. Sonra B variantına baxın, olduğu kimi qalmayıb. Olduğu kimi qalmalıydı bu hissə. Atdıq. D-yə baxsaq, olduğu kimi qalmayıb. Düzdür? Birə-bir buradakı kimi olmalıydı. Dedi axı, bir dəfə dəyişir, bir dəfə fikir verin, olduğu kimi qalır. Bir dəfə dəyişibsə, indi olduğu kimi qalmalıydı. İndi D-ni də atdıq. Qalıb bir A variantı, bir də Y variantı. İndi A ilə Y-də fikir versək, hər şey birə-bir qaydasındadır. Ona görə deməli, bu hissəyə görə biz A ilə Y variantı arasında qaldıq. İndi nə qaldı? Bir dənə digər hissəni yoxlamaq. İndi hamısını silirəm. Yadda saxlayaq ki, A ilə Y qalıb bizdə. Görürsünüz, hamısını sildim. İndi A ilə Y qalıb, digər variantları atdım. İndi bu hissələrə baxın da. Baxın, kvadratlar olduğu kimi qalıb, sonra dəyişdi. Düzdür? Olduğu kimi qaldı, indi dəyişməlidir. Əvvəlki hissəyə görə ona nəzərən bilirik ki, pləkan kimi olmalıdır. İndi dəyişməlidir. Y-nin A arasına qalmışdıq. Baxın, belə dəyişməməliydi də, düzdür? Necə olmalıdır? Bu formada belə bir pləkan formasına düşməlidir. Bu da hardadır? A,
variantındadır. Görürsünüz, baxın, A variantındadır. Olurlar, bunları da birləşdirsəz tam bir pləkan olur. Oldu. Deməli, doğru cavab olmalıdır. A variantı. Bu sualda bildik. Keçək növbəti suala. Buranı silək əvvəlcə. A variantı. Sonra keçdik növbəti suala, 4-cü suala. Çalışın bu suallarda ən azından sətr, sütun, toplayın, yoxlayın, sonra əlavə şeyləri düşünün. Məsələn, 4, 3, 5, 1. Toplasaq, eləyəcək bizdə 7, 12, 13. Növbəti sətr, buranı toplasaq 15, üstünə də 11 gələndə 26. Düşünürəm ki, 2-yə vura-vura getmiş ola bilər, amma davamından daha dəqiq biləcəm. İndi bu sətrə baxanda 15, 24 oldu yenə 26. İndi düşdük aşağıya. 2, 3, 1, düzdür? Toplayanda 6 edir. İndi fikirləşməliyəm ki, mən görəsən neyniyim ki, bunlarla bağlı hər hansısa bir qanun uyğunluğu ödənsin. Məsələn, bunu düşünə bilərəm. Düşünürəm ki, bu ikisinin cəmi bir-birinə bərabərdirsə, onda bu ikisinin də cəmi bir-birinə bərabər olar. Nəyə görə belə düşünürəm? Çünki 2, 3, 1, 6, burada 7 yazıb Y variantını götürərəm ki, cavab, buranın da cəmi 13 olsun. Bəs niyə belə düşündüm? Biraz anormal oldu axı sanki elə bil. Ona görə ki, artıq görürsünüz 13, 26, 26. Buranın da cəmi kiçik rəqəmlərdən bildim ki, elə 13 olacaq. Fikirləşdim ki, elə bunu da 13 eləyərəm. Sonra ortadan bölərəm. Baxın. Yuxarı hissənin cəmi ilə ortadan bölsək cədvəli. Aşağı hissənin cəmi bir-birinə bərabərdir. 13-dən 26-ın cəmi 39, 13-dən 26-ın cəmi 39. Deməli, ortadan böləndə yuxarıdakı ədədlərin cəmi cədvəlin aşağısındakı ədədlərin cəminə bərabər imiş. Ona görə nə olmalıymış? Y variantı bu sualımızda. Qurtardıq 7. 4-cü sualda bildik Y variantı. Buranı silib ləğv eləyə bilsək, tapmış olacaq. Y variantı. Bu da 7. Keçdik 5-ci sual. Fikir verin, sanki üçbucaqlar bizə göstərir ki, get 16-nı al. 4 ilə 8-dən 16-nı almaq üçün ən rahatı 4-ü vururuq 8-ə 32, 2-yə bölürük, olur 16. Mən üçbucaqlar bir-birinə vurub 2-yə bölür. İndi eli vururuq 9-a, bölürük 2-yə, eləyir 18. Nəyi 2-yə böləndə 18 eləyir? 36-nı 2-yə böləndə. Yuxarı 36 olmalıdır, deməli el 4-dür. Görürsünüz, eli 4 olaraq tapdıq. İndi düşdüm aşağıya, üçbucaqlar. Yenə dairəni eyni qayda ilə alındırmalıyam da. 5 dəfə 6, 30, düzdür? 2-yə böldüm, oldu n 15. N-ə də yazdım 15. N bərabərdir 15. Artıq variantlarla cavabı rahat-rahat tapa bilərsiniz. Sadəcə mən özüm uzadıram. Oldu. 7 dəfə 4, 28, 2-yə bölüb 14. Hər nəsə, üçbucaqların qaydasını bildik. Gələk indi bu 6 bucaqlılara baxaq. Görürsünüz, 6 bucaqlardan gəlib 12-ni alıb. Elə bir sınaq izahı olmasın ki, əlim dəyməsin buna. Deməli, 13-dən 7-dən 12-ni almalıyıq. 13-dən 7-ni çıxırıq. Silim əvvəlcə buraları. 13-dən 7-ni çıxırıq. 6, 2-yə vurduq, oldu 12. Qurtardı, getdi, düzdür? İndi baxaq buradan da 17-dən 9-u çıxdıq. 8, 2-yə vurduq, oldu 16. Kanı da tapdıq ki 16-dır. Və fikir verirsə, yuxarıda vurub 2-yə bölürdük, aşağıda çıxıb 2-yə vururuq. Yəni, bir-birinə bənzər üsullar olur əksər hallarda, rebusda. Bunu da unutmayın. Buralardan da yoxlaya bilərsiniz. 15 çıxılsın 12, 3, 2-yə vurub 16. Oldu. İndi bu 14, 7-ni 2-yə vuranda alınır. Deməli, M5 olmalıdır ki, 12-dən 5-i çıxanda 7, 2-yə vuranda olsun 14. Deməli, M də 5-dir. Qutardı. Artıq gəlir bir dənə aşağıda cavabları qeyd eləmək. Deməli, K16, K element ardıcılığını istəyir də. K16, L4, M5, N-də 15. 16, 4, 5, 15. 16, 4, 5, 15. Gəlir seçirik. 16, 4, 5, 15. A variantı. Ümid edirəm ki, yəni düz seçdim. Sonra keçdik növbəti suala. 6-cı sual. 6-cı sual formasından da çox görmüsünüz. Ona görə yaza bilərsiniz deyə düşünürəm. 8 dəfə 9, görürsünüz, yazdıq bura. Eləyir 72. 3 dəfə 6 eləyir 18. Fikir verirsə yenə birini dairə almışamsa, digərinin altını xəttlədim ki, dairələr bir-birinə qarışmasın. Sistemli olun bu məsələlərdə. 72-ni də 14-ə, 18-ə bölürük, eləyir 4. Yazır ortaya. Oldu, görürsünüz bu hissəyə. Deməli, 8 dəfə 6, 48, 4 dəfə 3, 12. 48-i 12-ə bölüb yazıb 4. Birbaşa gəlirəm sona, 9 dəfə 7, 63. 3 ilə 7-nin cəmi 10.
Daha doğrusu 3 dəfə 7 21. Başqa bir sualda cəmləyirdi. Görürsə avtomatik yadımda qalıb buradan. 3 dəfə 7 birbaşa yazdım. Danışa səhv yazdım. 3 dəfə 7 bərabərdir 21. İndi 63-ü də 21-ə bölürük. Nə almış olur? 3. Yəni doğru cavab olmalıydı C variantı. Bunu da yarıtdıq axır ki, keçə bilərik növbəti suala. Bilirəm, göy sizin biraz gözünüz ağrıdır, az qalıb. Bitiririk demək olar bu göy sualları. Artıq qalmır, yekunlaşır. Keçdik növbəti sual hissəsinə. Burada cavabı tapdıq 3. Bunu da qeyd edək. Qeyd edəmirəm. Aşağıda qeyd eləməliydim burada. Düşdük. Növbəti sual. Demək olar ki, hər 2 ildən bir bu tipdən bir sual qəbula düşür. A. Ampermetr. Ampermetr. Cərəyan şiddətini ölçən cihaz. Bunu bildik. Bu bir cihazdır. Sonra B. Barometr. Təzyiqi ölçən cihaz. Bu da getdi. Bu da bir cihazdır. D. Spidometr sürəti ölçür. Y. Termometr. Metrləri özdə ayırsaz daha tez tapacaqsınız. Termometr hərarəti, temperaturu ölçür. Oldu. Qalıb bir dənə C variantı. C variantı sim. Sim. Met. Bir də burada riya. Oldu simmetriya. Yəni fərqli olan nədir? C variantı. Oldu. Simmetriya nədir? Yəqin ki bilirsiniz. Simmetrik formada kağızları qatdırıq, o tərəfə, bu tərəfə çəkirik. Bir şeyin bərabər, güzgü əksi. Bərabəri tam olaraq deməyək. Güzgü əksi müəyyən nizam-intizamla birəbir tam ölçüsü simmetriyadır. Onu tuta bilirsiniz deyə çox uzatmayayım. Yoxsa bir nəzəri formada cümləyə salsaq bütün beynimiz qarışacaq. Deməli, bu oldu C variantı. Bunu da işarələyək. İşarələdikmi? Axır ki. Düşdük 8-ci sual. Bıçaq kəsir. Bunu elə birbaşa işarələyim, bir də yazmayacağım. Bıçaq kəsir, mişar baltalamır, balta baltalayır. Düzü qış boran eləmir, lampa işıqlandırır. Mən bıçaq kəsir, yerinə qədər fikir verməliyik. Lampa da işıqlandırır. Kəsmək hərəkətli, işıqlandırmaq hərəkətli. Uçmaq məsafə eləyir, oynamaq top eləmir. Düzdür? Oldu C variantı. Bu sualda məncə problem yaşamazsınız. 9-cu sual təəssüf olsun ki, xəttlər düşməyib. O baxımdan problemdir. Əvvəlcə bunu biraz ekranımıza yerləşdirməyə çalışaq. Məncə belə yaxşıdır. Əsas odur ki, qaydasını öyrənək. Çünki bunun 40-40 xəttləri düşməyib burada. İndi baxsaq. Görürsünüz, buradakı bu xətt hissələr. Bir soldadır, bir yuxarıdadır. Bir soldadır, indi yuxarıda olmalıdır. Bizdə heç birində düşməyib deyə görə bilmirik. Oldu. Ona görə ayırt eləyə bilməyəcəyik. Yəni, ulduzlu sual kimi qəbul eləyə bilərsiniz. Əsas qaydasını bilin. Sonra buradakı nöqtə məsələsinə baxmış olsaq. Məsəl üçün, burada bir dənə ağ dairə var. Fikir verin, bir dənə idi. Ancaq sol tərəfdəkinə baxıram. Sonra 2 dənədir. 3 dənədir. İndi neçə dənə olmalıdır? Həmin hissədə 4 dənə olmalıdır. İndi görürük ki, burada birinci ağdır, ikinci qaradır. Ağdır, indi burada nə olmalıdır? Qara olmalıdır. İndi 4 dənə qara olmalıdır. A variantına ağ verilib getdi. C-də ağ verilib getdi. Düzdür? Digərlərinə baxın, burada 4 qaradır. Burada 4 qaradır. Amma D variantında 5 dənə qara verilib. Ona görə bu da getdi. Bunu bildik. Sonra keçərik o birisilərə. Amma o birisilərə keçəndə sadəcə nə etmək lazımdır? Variantları da bir-birinə müqayisə etmək lazımdır. Biz də variantları B ilə Y-ni müqayisə etsək bir-birinə, hər şey eynidir. Yəni bu variantların bir-birindən baxanda görürük ki, bir fərqi yoxdur. Sadəcə olaraq bunların bu hissələri bir-birindən fərqli olmalıydı. O da təəssüf ki, çapda düşməyib deyə, daha doğrusu skrində, şəkildə düşməyib deyə, görsənməyib deyə artıq müəyyənləşdirə bilmirik. Oldu. Digər nöqtə hissələrinə də baxa bilərsiniz. Baxın, bu kənardakı 2-dir, 3-dür, 4-dür. İndi 5 dənə olmalıdır. Qaraydı, ağ idi, qaraydı, indi görürsünüz, ağ olmalıdır. B-də də, Y-də də hər şey qaydasındadır. Eyni şəkildə aşağıdakı hissələrdə yoxlaya bilərsiniz. 1-dir. 2-dir, 3-dür, 4 olmalıdır. Qara, ağ olmalıdır. Görürsünüz, hər şey qaydasındadır. Aşağısı da eyni şəkildə. Əsas qaydasını bildik. Yəni, həm B, həm Y işarələyə bilərik bu sualı. Sadəcə bir dənə işarələyə biləcəyimiz variant var. Hər hansısa birini işarələsəz də, səhv çıxıbsa da, onu artıq özünüzə doğru kimi qəbul edin. Əsas odur ki, öyrənin. Oldu. Keçdik növbəti suala. Şifrə sualıdır. Keçən yox, əvvəlki il imtahanda olmuşdu.
İndi bir dənə bunu da yazaq sürətli bir şəkildə. Buna uyğun bir variant seçməliyik biz. Başlayaq bir-bir yoxlamağa. Hər hansısa bir rəqəm götürürəm sistemli. Məsələn, başdakı bu 2. Əvvəlcə buradadır, sonra əvvəldən 4-cü yerdədir, sonra da əvvəldən 2-ci yerdədir. İndi bu 2-nin yerinə yazılacaq hərf nədirsə mütləq hər yerdə eyni olmalıdır. A variantına baxın, burada C yazılıb 2-nin yerinə. 2-nin yerinə baxın, burada H yazılıb, burada D yazılıb. Artıq səhvdir. 2 eyni rəqəm deyə şifrəsi mütləq eyni olmalıdır. Bizim şifrələr dərsi 67, 68, daha doğrusu 69, 70-ci suallar bunlardır. Sonra keçək B-ni yoxlayaq. H hərfi sonra 4-cü yerdə olmalıdır. 2-yə görə uyğunlaşdırırıq da yerlərini. Bir də 2-ci yerdə olmalıdır. Fikir verin, hələ ki B düz gəlir. Sonra C variantını əvvəlcə 2-yə görə hamısını yoxlayıram. Əvvəldə D yazılıb, indi 4-cü D olmalıydı, artıq səhv getdi bu da. Görürsünüz, 2-ci D olmalıydı, bu da səhv getdi. Bunu da atdıq. Sonra F-i yoxlasaq, əvvəldə F-dir, 4-cü F olmalıydı, bir də 2-ci F olmalıydı. Bu da getdi. Əvvəldə K-dır, 4-cü K olmalıydı, 2-ci K olmalıydı, bu da səhvdir. Nə qaldı? B variantı. Fikir versə kitabımızdan qat-qat rahat, imtahana düşsə elə beləsi düşəcək, oldu. Bu sualda bildik. B variantı olaraq tullandıq. Növbəti suala keçə bilsək. Gəldik 11-ci sual. Deyir ki, indi 6 adam kanalı 70 günə qazmışlar. 18 adam eyni kanalı neçə günə qaza bilərlər? İndi əvvəlcə belə bir şey deyim. Məsəl üçün deyirəm ki, 6 adam 72 dönər yeyir. 72 dönər. Düzdür? İndi soruşuram ki, 18 adam neçə dönər yeyər? Yazırıq X. İndi biz məntiqlə fikirləşirik ki, 6 adam 72 dönər yeyirsə, düzdür? İndi adam sayı artanda bunları doyuzdurmaq üçün biraz daha çox dönərə ehtiyacımız var da bizim. Görürük ki, adam sayı artanda məntiqlə. Görürsünüz, artanda. Yeyəcəyimiz dönər də artmalıdır. Çünki az adam az yer, çox adam çox yer. Düzdür? Bir var 100 nəfərlik toy eləyəsiniz, bir də var 500 nəfərlik. 500 nəfərə yemək vermək daha çətindir. Düzdür? Fikir versə, məntiqlə dedik ki, adam sayı artırsa, onda dönər sayı da artmalıdır. Belə olanda nə edirsiniz? Belə olanda götürürsünüz, çarpaz vurursunuz bunları. 6 vurulsun X bərabərdir 18 vurulsun 72. Buradan tapırsınız ki, X bərabərdir 18 vur 72 böl 6. Belə olanda 18 ilə deyək ki, 6-nı ixtisar edirsiniz 3. 3-ü də vurursunuz 72-yə. Deyirsiniz ki, 216. Və cavabı 216 olaraq götürürsünüz ki, 6 adam 72 dönər yersə, 3 dəfə çox adam olanda artıq 72 vur 3. Fikir verin, 216 dönər lazım olacaq bizə. Oldu? Çünki baxın, məntiqlə adam sayı artırsa, dönər sayı da artmalıdır. Fikir verin, hər şey, görürsünüz, müsbətə müsbət yazdıq da, plus işarəsi yazdıq burada. Hər şey bir-birindən eyni məntiqlə artırsa, görürsünüz, artım var da burada. Və yaxud da hər iki tərəf azaltsaydıq biz, çıx işarəsi yazsaydıq, onda çarpaz vuracaqsınız. Amma zamandan bağlı anlayışlarda bu fərqli olur. Elə sizin əsas rastlaşacağınız zamanla bağlı anlayışlardır. Yəni bu kimi fərqlilik oldu. Ən çox 99% bu kimi tənasüb formasından rastlaşırıq biz. Bütün sınaqlarda da eşidirsiniz. Amma nəsə 72 gün, zaman, belə şeylər gələndə biraz orada diqqətlə düşünün. İndi silirəm buranı, faiz nisbət tənasüb dərsi keçəcək sonsuzda. Buranı silirəm. Baxın, bizdə indi işdən gedir də söhbət. Dönər filan yemirik ki. Yazıb ki, 6 adam kanalı 72 günə qazır. 72 günə. Görürsünüz, yemək yazmadım ki, 72 dönər yazmadım ki. 72 günə qazır. Deyir, 18 adam eyni kanalı neçə günə qaza bilər? 18 adam eyni kanalı x günə qazar. Yazdım x. Fikir verin, adam sayı artdı. Baxın, artdı adam sayı. 72 günə qazırdısa 6 adam. Çox adam işləyəndə iş uzun çəkər sizcə, deyirəm, dilim top xurdu. Uzun çəkər sizcə, yoxsa daha tez bitirərik biz işi? Məlum məsələdir ki, güc birlikdədir də, düzdür? Əgər 6 adam bir şeyi, yəni bir kanalı 72 günə qazırsa, 18 adam artıq daha tez qazmalıdır. Çünki çoxdular. Hərəsi biraz iş görsələr, artıq kanal qazılıb bitəcək. Oldu. İndi baxın, 72 günə yox, daha tez dedik.
Yəni bizim alacağımız gün sayı daha az olmalıdır. Fikir verin, bura plus yazdım, adam sayı artdı. Burada amma deyirəm ki, gün sayı daha tez olmalı, daha az olmalıdır. Belə olanda artıq nə edəcəksiniz? Düzünə vuracaqsınız. Baxın, yazacaqsınız 6 vurulsun 72 bərabərdir 18 vurulsun x. İndi buradan x-i tapanda x bərabərdir 6 vurulsun 72 bölünsün 18. 18-dən 72 xısar getdi. Qaldı bu hissədə 4. 4 dəfə 6 24. Deməli 6 adam 72 günə qazırdısa, düzdür, 3 dəfə çox adam gələndə işə artıq iş 3 dəfə daha tez bitməlidir. Çünki adam sayı çoxdur. Hərə biraz işləsə daha tez qurtarmış olacaq. Oldu. Doğru cavab B variantı. Bir də bəziləri, məsəl üçün bunu dərsdə filan keçəndə çox vaxt deyirdilər, yox müəllim, adam sayı çox olanda baş qarışır söhbətə filan, hamı bir-birinə arxayın olur. Axırda biz nə bilim çox işləmiş oluruq, vaxt çox gedir filan deyənlər var. Uşaqlar o anormal mühitdən gedir söhbət. Elə şeyləri qarışdırmayın. Oldu. Çox əlavəsiz beyninizi çox yormayın. Xahiş edirəm. Oldu. Ona görə çox elə aşırı şeylər düşünməyin. Hər şeyin biz düz, normal bir vəziyyətindən danışırıq. Bunu bildik. 11-ci sualda B variantı 24 keçə bilərik. İndi növbəti suala. Deməli, işarələri əks olana düz vuracaqsınız. Normal aldama bilirsiniz. Çarpaz vururuq tənasübdə. İndi 12-ci sual yazılıb kadr film. Bilməliyik ki, bizim filmimiz, videomuz kadrlardan ibarətdir. Düzdür? Filmimiz kadrlardan ibarətdir. Melodiyamız da nədən ibarətdir? Səsdən ibarətdir, səslərdən. Düzdür? Ona görə doğru cavab olmalıdır. B variantı. Bəstəkarımız səsdən yox, eşitməmiz səsdən yox, notumuz səsdən yox, piyanomuz dillərdən ibarətdir. Deməli, film kadrlardan, melodiya səslərdən. Ona görə nə olmalıdır? 12-ci sualın doğru cavabı olmalıdır. B variantı. Oldu. B variantı olaraq bunu da bilmiş olduq. Düşdük. 13-cü sual. Yenə analogiya sualıdır. Yəqin ki, fərqli sistemlər filan bunları eşitmişsiniz. Kapitalizm, deyək ki, sosializm. Oldu. Bunların hamısında siniflər var. Kapitalistlər, sosialistlər. Oldu. Hətta liberalistlər filan. Nə qədər belə sinif adları eşidə bilərsiniz. İndi güllərdən birinin adı zambaqdır. Həmin o çoxlu sayda siniflərdən biri də nədir? Kapitalizmdə olan kapitalistlər. Kapitalistlər də bölünmələrdən, siniflərdən biridir. Oldu. Deməli, güllərdən biri zambaq, siniflərdən biri kapitalistlər. Ona görə doğru cavab olmalıdır. Y variantı, sinif və çalışın bunu yaxşı yadda saxlayın. Çünki Dövlət İmtahan Mərkəzinin sırf, yəni sınaq sualı olduğuna görə, yəni bunu götürüb təkrarən qəbula sala bilərlər. Bunu bildik, Y variantı. Ümumiyyətlə, buradakı sualların hər biri. Yəni, baxmayanlarınız nə qədərdir? Baxanlarınız qazanacaq, qısacası onu deyim. Və elə də qəşəng peşman olacaqlar ki, baxmayanlar, yaxşı yadda saxlamayanlar, xəbərlər yoxdur dünyadan. Yəni, əllərində belə bir fürsət var. İmtahana girməyiblər deyə, yəni düşünürlər ki, yox, olmaz filan belə. Amma yenə təkrar edirəm, bu sualları izləyənlər qazanacaq həqiqətən. Nə bilim, indi çıxandan sonra imtahandan görəcəksiniz özünüz. Tibb bacısı hər 10 gündən bir, yəni 10-cu gün növbətçi olur. İlk növbətçi olduğu gün cümə günüdürsə. Baxın, 8 dəfə deyir növbətçiliyi, 8-ci növbətçiliyi həftənin hansı günü olacaq? İlk növbətçi olduğu gün, ilk gün, növbətçi olduğu gün. Nə vaxtdır? Cümədir. Düzdür? Bizə 8-incisi lazımdır. Düzdür? İlki bu gündür. Görürsünüz, bu gün. Bu günü çıxdıq. Bundan sonra olacaq 7-cini tapsaq, 7-cini tapsaq. Qutardı, getdi. Yəni, konkret olaraq gəlib cavaba çıxmış olacaq. Deməli, siz bu suallardan nə etməlisiniz? Əvvəldə də var idi, özdə bu tipdən sual. Böyük ehtimal ki, rastınıza çıxıb ilklərdə. Gör, 8-ci dəfə növbətçiliyi deyir. Məsəl üçün desəydi 10-cu dəfə növbətçiliyi, bir dənəsini çıxacaqdınız oradan. Çünki şərtdə yazıb ki, ilk növbətçi olduğu gün cümə gününə təsadüf edirsə. İlk gün elə bu gündə, bu günü çıxırıq. Oldu. Deyəcəksiniz, bəs başqa gün olsa olmaz. Yəni, bu sual ilə standart bu şəkildə yazılıb. İmtahana düşür. Belə təkrar imtahana düşəcək yəni. Düşəndə oldu. Deməli, 8-ci növbətçiliyi dedi. Elə ilki bu günü qəbul edirik deyə bu günü atırıq. Oldu, cümə günü. Məsələn, 10-cu desəydi, ilk elə bu günü qəbul edib, biz 9-cunu hesablayacaqdıq. Deməli, ilk bu gündür. Növbəti səfərlərdən irəliyə doğru gedib 7-cini tapsaq,
ilk gündən bir yerdə 8-ci növbətçi olduğu günü hesablamış olacağıq avtomatik. Oldu. Deməli bizə 7-ci lazımdır. Oldu. Çünki bu gün elə cümədir. Bu günü çıxdıq. Başlanğıcdayıq. Başlanğıcı çıxdıq. İndi 10 gündən bir növbətçi olursa, hər 10 gündən bir də növbətçi. 7 dəfə 10 gündən bir hesablayanda 7-ni 10-a vuranda eləyir 70 gün. Düzdür? İndi 70 gün içərisində neçə dənə həftə var bizdə? Bir həftə 7 gündür də, düzdür? 70-i bölürük 7-yə, 1-ə 1, 10 həftə eləyir. Qalıq da qalır 0. O deməkdir ki, 10 tam həftə biz irəliyə doğru getməliyik. Bugün məsəl üçün cümədirsə, bir həftə sonra nə olur? Elə yenə cümə olur. 2 həftə sonra yenə cümə olur. 3 həftə sonra yenə cümə olur. Düzdür? 5 həftə sonra yenə cümə olur. Təbii ki, 10 həftə sonra yenə cümə olur. Qutar deməli nə vaxtdır? Cümə günüdür. Əgər qalıq 1 qalsaydı. Onda artıq cümə yox, cümədən bir gün sonranı məsəl üçün götürəcəydiniz. Oldu? Deyək ki, qalıq 2 qalsaydı 2 gün sonranı götürəcəydiniz. Oldu? Bunlardan artıq hələ ki işimiz yoxdur. Onsuz da bu sualla yenə rastlaşmış olacaqsınız. Sizin sadəcə başınızı qarışdıran bu olacaq ki, 7 vur 10, 70. 70-i təzədən 7-yə niyə böldük? Burada siz sistemi itirmişsiniz bəlkə də. Amma bir-birlərindən bunlar fərqli şeylərdirlər. Sadəcə sualın pis tərəfi odur ki, yəni bu suallardan siz birincisini deyək ki, bu formada gördünüz. Pis tərəfi odur ki, yəni tam olaraq 7-yə tam bölünən bir ədəd alınır və 2 dəfə bu rəqəmlər təkrarlanır deyək ki, burada sizə. Ona görə beyniniz qarışır. Ona görə təzədən bir də deyirəm. Görürsünüz, 7-ci növbətçilik lazımdır bizə. Deməli biz 7 dəfə hər 10 günün sonunda növbətçi olacağıq. Ona görə 7-ni vurduq 10-a. Niyə 8-i vurmadıq? 8-ci dəfə deyir axı. Çünki başlanğıcda gedir birincisi. Ona görə 7-yə. Birinci çıxıb elə 7-yə vururuq. 7 dəfə növbətçiliyi. Növbətçiliyi deməli özünüzün beyninizdə qurun. Vurursunuz nəyə? Həmin o verilən günə. Alındı 70 gün. Sadəcə hesablamalısınız ki, bu 70 gün içərisində neçə dənə həftə var. Xoşbəxtlikdən indi bir həftədə 7 gündür deyə, o 7-lər sizin beyninizdə qarışır. Əsas odur bilin ki, bir həftə 7 gündür. Biz 70 gün içərisində neçə dənə həftə, tam həftə keçir, onu tapmalıyıq. 7-yə bölürük, görürük ki, 10 dənə tam həftə. Qalıq 0 qaldı. Qalıq 0 qalır deyə, qalıq 0 qalında elə birbaşa deyirsiniz ki, şərtli cümə yazılıbsa cümədir. Şənbə yazılıbsa şənbədir. Bazar yazılıbsa bazardır. Qutardı, getdi. Sadəcə qalıq nə qalsaydı, deyək ki, 1 qalsaydı, 1 gün irəliyə gedəcəydiniz. 3 qalsaydı 3 gün irəliyə gedəcəydiniz. Oldu. Qalıq 6 qalsaydı 6 gün irəliyə. 7 qalıq qala bilərmi? Xeyr. Qalıqlar mütləq 7-dən kiçik olur. Qısacası bu sualın doğru cavabı oldu. A variantı. Təqvim məsələlərini daha geniş danışmış olacağıq. Buna bildik, keçdik növbəti suala. Növbəti sual artıq məntiqimizin sonuncu sualıdır. A qara üçbucaq B bərabərdir ki, vurulsun A çıxılsın B. Birinci mötərizlərdən başlayırıq təbii ki. Ulduza görə solu 4-dür, sağı 3-dür. Solundakı 4-ü A-ya, sağındakı 3-ü B-yə bərabərləşdiririk. A 4-dür, B 3. A 4, B 3. 2 dəfə 4, 8, 3-ə vurduq, 24. İndi bu 24 buradan alınıb, yazdıq bu hissəyə 24. Keçdik ikinci mötərizəyə. 2 qara üçbucaq 1. Soluna yazırıq bərabərdir 2, sağına bərabərdir 1. Siz bərabərdir mütləq yazın, yoxsa qarşısında nəsə olsa qarşılayacaqsınız. A2, B1. 2-dən 1-i çıxdıq 1, 2-yə vurduq, oldu 2. İndi bu 2 nədən alındı? Buradan. Ona görə yazdım bura. 24 ilə 2-nin arasında bir dənə də qara üçbucaq var. 24 ilə 2-ni qara üçbucağa görə burada yenə qara üçbucaq olan hissədə hesablamalıyam. 24 soluna yazıram, 2-ni də sağına yazıram. İndi A 24-dür, B də 2-dir. 24-dən 2-ni çıxdıq. 22, 2-yə vurduq, oldu 44. Yəni nə olmalıymış? Doğru cavab olmalıymış. Burada da B variantı. Axır ki, məntiq suallarımızın izahını qutardıq. İndi keçə bilərik informatika suallarının izahına. Gəldik. İnformatika suallarına. 16-cı sual. Ən birinci ilə başlayır, hansı milli domendir? Milli deyən kimi əksəriyyətimiz tam elə həmin anda birbaşa öz milliyyətimizi düşünürük. Milli, yəni hər ölkə üçün milli anlayışı fərqlidir, düzdür? Özləridir. Ona görə siz milli deyəndə ölkələrin domenlərini fikirləşməlisiniz. Bu təkcə az deyil. Ona belə çıxır ki, milli domen bir dənə Azərbaycana məxsusdur. Azdır, yox. Görürsünüz, az yoxdur burada. Milli domen nədir? Rudur. Qutarır, getdi. Rusiyanın milli domeni. Demir ki, Azərbaycanın milli domeni az axtarasınız, düzdür? Sonra informasiya yönəlik hər hansısa bir informasiya veb saytı, informasiya domeni. Bu getdi. Education, təhsil, network,
şəbəkə, government, hökumət. Bundan əlavə nə vardı? Military, hərbi, sonra kommersiya, düzdür, organization. Yəni nə qədər fərqli domenlər var. Amma bunlar arasında milli hansıdır? İnternet şəbəkələrindən öyrənəcəksiniz və yaxud da öyrənmisiniz. Olmalıdır Y variantı. Y variantına işarələdik, tullandıq 17-ci suala. Getdik, çıxdıq başqa bir şəbəkəyə. Hə, gəldik bura. Deməli, 17-ci sual bura. Wide Area Network. Nə idi bizdə? Qlobal şəbəkə. Açılışı budur. Bunu işarələməyimə məncə gərək yoxdur. Elə birbaşa burada işarələyim. Yəni, əzbər bilməli olduğunuz bir şeydir. Üzərində qalmıram. Kompüter şəbəkələrini öyrənmişsiniz və yaxud da öyrənəcəksiniz. İki şəbəkəmiz var. Biri lokal, biri qlobal. Lokal deyəndə kabellərlə, hər hansı bir şirkət daxilində, müəssisə daxilində kompüterləri bir-birinə əlaqələndirmək, xəbərləşməsini, məlumat göndərməyini təmin eləmək. Qlobal amma internet. Qutardı, getdi. Düşdük 18. Hansı internet brauzeri bələdçi deyil? Bizdə buradakıların hamısı, məsələn, Opera internetə girmək üçündür. Safari də, məsələn, iOS əməliyyat sistemi üçün. Apple'larda, düzdür, Google Chrome. Google'un brauzeridir, Mozilla Firefox, amma Windows Explorer. Əgər Internet Explorer olsaydı bələdçi olardı. Windows Explorer pəncərə proqramıdır. Windows'un pəncərə proqramıdır. Əgər bu proqram olmasaydı, biz pəncərələrdə aça bilməzdik faylları, qovluqları. Oldu A variantı. A variantı olaraq bunu da işarələyək. Düşdük. End düyməsi hansı funksiyanı yerinə yetirir deyə bizdən soruşur. Word proqramında da qəşəng danışmışıq deyə birbaşa deyirəm. End düyməsi olduğumuz sətrin. Məsəl üçün deyək ki, kursor buradadır. Olduğumuz bu sətrin sonuna keçirir kursoru. Oldu. İndi kursoru cari sətrin, yəni olduğumuz sətrin sonuna keçirir. Oldu. C variantı. Bunu da bildik. Digərlərini artıq bir də uzun-uzadı danışmıram. Göstərmirəm. Sonsuz elə bir mənası olmur. Söz yığını olmuş olur deyə birbaşa keçirəm. Sonra A variantı bitmap color paint'in genişlənməsidir. Paint'də olan genişləmələrdən biridir. Windows Metafile proqramının genişlənməsi Freehand'in, sonra CorelDRAW, bir də Photoshop. Hamısını atdıq. Paint və Raster qrafik redaktorunda fayl genişlənməsidir. BMP oldu. Yoxsa Raster üçün təbii ki, məsələn, Photoshop da var idi. Bunları da bildik. A variantı olaraq düşdük tez aşağıya. Qurulmuş diaqram aşağıdakı elektron cədvəl fraqmentinin A2-C2 diapazonuna uyğun olması üçün C1 xanasına hansı tam ədəd yazılmalıdır? 2016-cı ilin qəbul sualı, bir dəfə elə bu 2016-cı ildə olub. Məncə bu il vaxtıdır. Düşünürəm ki, olmalıdır, xeyri yoxdur. Yəni, bunu nə vaxtda gözləyirlər bilmirəm, amma məncə bu il olacaq artıq bu sual deyə düşünürəm. İndi hər şey ola bilər. Təbii ki, siz öyrənirsiniz istənilən halda. İndi, hara qurulub bu diaqram? A2-C2 diapazonuna uyğun. Deyir ki, indi bura tam olaraq uyğun olmağı üçün biz C1 xanasına nə yazmalıyıq? Baxaq, görək nə yazmalıyıq. Əvvəlcə hesablaya biləcəklərimizi hesablayaq. Bunu X olaraq işarələyək. B1 ilə A1-i toplayıb 6-ya vurur. B1 bizdə 4-dür, A1 1-dir. 4 ilə 1-i topladıq, vurduq 6-ya. 5 dəfə 6 oldu 30. Buranı silirəm. Görsə artıq A2 xanasının qiyməti 30-dur. Keçdik B2 xanasına. B1 ilə A1-i toplayırıq, yəni 4 ilə 1-i toplayırıq 5. Yazıram bura 5. Plus C1-i vurub 5-ə. C1 X-dir, 5-ə vurduq, oldu 5X. Bunu da qeyd elədim. İndi keçdik bu C2 xanasına. C2 xanasından B1 ilə A1-i toplayır. Yəni eləyir 5. 3-ə vurur, olmuş olur 15. Buranın da qiyməti olmuş oldu 15. İndi burada aldığımız, görürsünüz, bunlara uyğun aldığımız bu qiymətlər haranın qiymətləridir? A2-C2 aralığın qiymətləridir. Düzdür? Diaqram da hara qurulub? Elə bu A2-C2 diaqramına, yəni aralığına uyğun. İndi fikir versək, bizdə 25% var. 25% var, bir dənə də 50% var. Məlum məsələdir ki, 50% 25%-i 2-yə vuranda alınır. Düzdür? 25%-i 2-yə vuranda alınır. İndi fikir versək, burada aşağıdakı hansı ədəd digərlərinin kimisidir? 30, 15-in kimisidir. Düzdür? Onsuz da o diaqramlar, faizlər bunlara əsasən verilməyib ki, bu aralığa əsasən verilib də. O görə düşünürəm ki, 30-50%lik dilimə uyğundur, 30 ədədi. 15 də 25%lik dilimə uyğundur. Görürsünüz, 15 də 25%lik dilimə uyğundur. Çünki 15-i 2-yə vuranda 30 eləyir. Oldu. İndi
2 dənə 25% var da bizdə. Deməli 2 dənə eyni qiymət olmalıdır. Bura 15 isə, deməli bu da 15 eləməlidir. Ona görə də baxın, digər 25%lik hissə hansıdır? 5 plus 5x-dir. Bunu da yazdım yenə 25%lik hissəyə. 25% 25%-ə bərabərdirmi? Bəli. Ona görə bunları rahat-rahat bir-birinə bərabərləşdirə bilərik. 5 plus 5x bərabərdir 15-ə. 5x bərabərdir 15-dən 5-i çıxdıq. 10. X də bərabərdir 10 bölünsün 5-ə, yəni 2-yə. Həqiqətən x-in yerinə 2 yazın. 5 dəfə 2 10, üstünə 5 gələndə burada 15 olmuş olur. Görürsə 2 dənə 15 var bizdə, bir dənə də 30. 25%lik hissələri bunlardır. 50%lik hissə də budur. Qutardı, getdi. Və yaxud istəsəz belə də eləyə bilərsiniz. Bu sizdən asılıdır. Cavab 2-dir qısacası. İstəsəz 50%, 25%-i 2-yə vuranda alınır. Götürüb bu 5 plus 5x-i vurarsınız 2-yə, eyni şeydir yəni. Bərabər eləyər 30-a. Qutardı. Yenə hesablayacaqsınız. X-i gəlib 2 olaraq tapmış olacaqsınız. Deməli, nə olmuş oldu cavabımız? 2 olmuş oldu S1 xanasının qiyməti. Tapdıq. S1-in qiyməti 2-dir. Yəni götürüb yazacaq uzaq başı bura 2. Onunla da olub bitmiş olacaq. Oldu. İndi görək sual ötürdükmü? Yox. Gəldik bura. 22-ci sual. Aşağıdakılardan hansı sistem proqram təminatına daxil deyil? Access bizdə tətbiqi proqramdır. VBIS-dir. Bu daxil deyil. Bunu götürdük. 1. Utilitlər texniki xidmət proqramı adlanır. Sistem proqram təminatının xidməti, yəni servis hissəsinə aiddir. Yəni bu sistem proqram təminatına aiddir. Bizə daxil olmayanlar lazımdır. Quark Express nəşriyyat. Ona görə bunu da götürdük. Düzdür? Sonra Lotus 1, 2, 3. Excel kimi tətbiqi proqramdır. Sistemə aid deyil. Ona görə bunu da götürdük. Sonra MacOS əməliyyat sistemidir. MacBookların əməliyyat sistemi Apple firmasının. Linux, Unix, Minix. Bunlar hamısı əməliyyat sistemləridir. Sistem proqram təminatına aiddir. Driverlər sistemin servis hissəsidir. Bu da aiddir. Adobe Reader PDF proqramını oxuyucudur. PDF proqramını açmaq üçündür. Deməli, nə oldu? 1, 3, 4, 8. Yəni tətbiqidir. Adobe Reader-da. Ümumiyyətlə, Adobe proqramları tətbiqi olur. 1, 3, 4, 8-i bildik ki, bunlar bizim sistem proqram təminatımıza daxil deyil. Daxil olanları soruşsaydı 2, 5, 6, 7-ni götürərdik. 22-ci sualda bildiyimizə görə keçə bilərik növbəti suala. Deməli, düşdük aşağıya. Növbəti sual. Deyir, doğru mülahizələri seçin, sürətli bir şəkildə seçək. Təsvirin detallarına baxmaq üçün onların böyüdülməsinin mümkünsüzlüyü vektor təsvirlərin çatışmazlığıdır. Xeyr, bu səhvdir. Bizə doğrular lazımdır. Yadda saxlayın ki, vektor proqramlarda elə də qəşəng hər şeyi böyüdürür ki, özdə keyfiyyət falan heç nə etmir. Bir səhvdir. İnternet şəbəkəsində əsasən raster təsvirlərdən istifadə edilir. Doğrudur. Instagramda paylaşdığınız şəkillər, Facebookda, internetdə gün boyu WhatsApp storylərinizə qoyduğunuz, yəni hər gün telefonlarınızla çəkdiyiniz şəkillərin hamısı rasterdir. Yəni əsasən geniş yayılan rasterdir. Raster qrafikada xətt nə qədər uzun olarsa, yaddaşda bir o qədər çox yer tutar. Bəli, çünki xəttlər ümumiyyətlə konkret şəkillər nöqtələrdən təşkil olunur. Deyək ki, biz rasterda bir dənə xətt çəkmişik. Bunda biz daha az nöqtədən istifadə eləmiş oluruq. Deyək ki, 3 dənə nöqtədən, məsəl üçün, deyək ki, monoxromdur şəklimiz. Hər biri 1 bit olsa 3 bit. Amma biz daha böyük xətt çəksək, onda xətt daha uzun deyə nöqtələr daha çox olacaq. Deyək ki, 10 dənə nöqtəsi varsa, artıq 10 bit yer tutacaq. Ona görə bu doğrudur. 3-ü götürdük. İnternet şəbəkəsində yalnız vektor təsvirlərdən istifadə olunur. Xeyr, getdi. ArchiCAD elektron qurğularının avtomatlaşdırılmış layihələndirilməsini həyata keçirən yeganə proqram paketdir. Xeyr, yeganə deyil. O boyda proqram adları öyrənmişik 3 ölçülərdə. Ona görə nə olmalıydı? Doğruları 2-3. Neçəsi desəydi 2 dənə olardı. Bunu da bildik. Tullana bilərik növbəti sual hissəsinə. Gəldik 24-cü suala. İkilik say sistemində verilmiş bu ədədi onluq say sistemində qiyməti nəyə bərabərdir? Çevirmək üçün nə edirdik? Yuxarısına 0, 1, 2, 3, 4 yazırıq. Görürsə, ən çətin qəbul ildi 2016-cı il. 2016-cı ildə belə bir sual düşüb. Yəni imtahana, say sistemləri ilə bağlı. 1 vurulsun 2 üstü 4 plus. Buradakı 1 vurulsun 2 üstü 3 plus. 0 vurulsun 2 üstü 2 plus. Buradakı 1 vurulsun 2 üstü 1 plus buradakı 0 vurulsun 2 üstü 0. İstəsəz 0 olan yerləri təbii ki yazmaya da bilərsiniz. Onsuz da 0 eləyirdi. 2 üstü 4 16. Üstünə gəldik 2 üstü 3'ü 8'i. Üstünə gəldik 2 üstü 1'i 2'ni.
Bir yerdə neçə elədi? 26. Qutardı, getdi. 24-cü sualda bildik. Qaldı bir dənə sualımız. 25-ci sual. Uyğunluğu deyir, müəyyən eləyin. 1-ə xarici yaddaş qurğuları. Xarici yaddaş qurğularından nə var burada? Əvvəlcə qələmimi aktivləşdirim. Aha, xarici yaddaş qurğularından. Gör, CD-ROM, bir də DVD, RV. Düzdür? Ona görə bunlar bizdə nələr oldu? Xarici yaddaş qurğuları oldu. İndi deyə bilərsiniz ki, CD-ROM bəs diskavoddur, disk sürücüsüdür. Amma bu özü də qurğudur da, düzdür? Xarici yaddaşı oxumaq üçün olan qurğu. Ona görə buna rahat-rahat xarici yaddaş qurğusu deyə bilərsiniz. Bir problem yoxdur. Birə uyğun oldu, Y. Bunu seçdik. Sonra giriş qurğuları. Baxaq, giriş qurğusu klaviatura ilə mouse. Məlumatlarımızı daxil edir. 2 uyğun oldu. A. Sonra daxili yaddaş qurğuları. Əməli yaddaş RAM, daimi yaddaş qurğusu ROM. Ona görə 3-ə də uyğun oldu. B. İndi davamında monitorla səs uzaldıcı, yəni kolonka çıxış qurğusudur. Printerlə plotter çıxış qurğusudur. Burada çıxış qurğusu, xaric etmə qurğusu yazılmadığına görə 1-ə Y, 2A, 3-ə də B. Bununla da artıq 25 sualın cavabını yekunlaşdırmış, izahını yekunlaşdırmış olduq. Sabah da təbii ki, suallarımız gəlmiş olacaq. Neyinirsiniz? Əsoda həvəsdən düşmürsünüz. Maksimum dərəcədə bunları axıra qədər işləyin. Düşünməyəcəyiniz dərəcədə bəlkə də ən önəmli suallardır bunlar sizin üçün. Bir növbəti dərsdə görüşərik. Uğurlar, hələlik.